Hər bir dövlətin siyasəti sağlam təmələ söykənirsə, mütləq vətəndaş məmnun olacaq. Azərbaycanda vəziyyət belədir. Hər bir vətəndaşımızın məmnunluğu dövlətimizin siyasətinin ön cərgəsində qərarlaşıb. Konstitusiyamızın 53-cü maddəsində yazılıb. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Əminliklə söyləyə bilərik ki, bugünə kimi Azərbaycan dövləti və Azərbaycan prezidenti öz vətəndaşını hansısa xarici dövlətin ağuşuna atmayıb. Heç bir vətəndaşımız yad əllərdə çarəsiz və kimsəsiz buraxılmayıb. Azərbaycan dövləti özünün hərbi siyasi zəfərləri ilə yaratdığı yeni geosiyasi konfigurasiyada milli maraqların, eləcə də soydaşlarımızın hüquqlarını və mənafelerini tarixin bütün dövrlərindən daha güclü şəkildə və daha qətiyyətli şəkildə qoruya bilir. Və Azərbaycan prezidenti daxildə və xarici məsələlərdə Azərbaycan dövlətini, Azərbaycan xalqını təmsil etdiyi kimi, Azərbaycan dövlətçiliyinin varisliyini təmin etdiyi kimi, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirə bilir və Azərbaycanın hər bir vətəndaşının, eləcə də vətəndaşlığından asılı olmayaraq, hər bir Azərbaycanlının dünyadakı hüquqlarının qarantoruna çevrilə bilir. Əlbəttə, bu çox ciddi məsələdir. Və yaşanan proseslər dövlətimizin nümayiş etdirdiyi qətiyyət onu göstərməkdədir ki, tarixin heç bir dövründə olmadığı qədər qüdrətə çatan ölkəmiz istənilən məsələdə, istənilən problemdə vətəndaşının zamanında imdadına çatar və vətəndaşın hüquqlarını, haqlarını lazım formada müdafiə edə bilir. Bir neçə nümunəyə nəzər salaq. Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macaristanda həbs olunduqdan sonra 2012-ci ildə Azərbaycana gətirilib. Onunla bağlı Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. 2012-ci ildə ədəbiyyatçı Xalidə Xalid, şairlər Fərid Hüseyn və Şəhriyar Dilgerani İranda həbs olunarkən Azərbaycan dövləti İranla intensiv danışıqlar apardıqdan sonra onların hər üçü ölkəmizə geri qaytarılıb. 2015-ci ilin iyununda Dilqə Məskərov və Şahbaz Quliyev yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına Kəlbəcərin Şapılar kəndinə gedərkən İşğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Hər iki vətəndaşımızın girovluqdan azad edilməsi Prezident İlham Əliyevin daima diqqət mərkəzində olub. 2020-ci ilin 44 günlük vətən müharibəsində Azərbaycanın uğurlu və tarixi qələbəsindən sonra dövlətimizin qətiyyəti və prinsipiallığı nəticəsində Dilqə Məskərov və Şahbaz Quliyev 2021-ci ilin yanvarında azadlığa buraxılıb. 2023-cü il yanvarın 27-sində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadənin Kalaşnikov markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əskərovu qətlə yetirməsi, səfirliyin mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyevin və Mahir İmanovun hücumun qarşısını alarkən yaralanması dəhşətli terror hadisəsi idi. Bir mənalı olaraq Azərbaycan dövləti bu hadisədə də öz vətəndaşının yanında olduğundan terror aktı törədən şəxsin cəzalandırılmasına tələb edirdi. Dövlətimizin qətiyyəti nəticəsində bu ilin 21 mayında Azərbaycanın İrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə edam olunub. Bu ilin 27 iyununda Rusiyanın Yekaterinburg şəhərində Azərbaycan vətəndaşları Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib. Bu hadisə Rusiya hüquq mühafizə orqanlarının Azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq əməlləridir, vəhşilikdir. Azərbaycan dövləti bu hadisə ilə bağlı Rusiyadan ədalətli araşdırma tələb edir. Başqa cür ola da bilməz. Azərbaycan üçün hər zaman olduğu kimi bu dəfə də milli maraqlar öndədir.